Futbol. Bəziləri üçün bu sadəcə oyundur. Amma bir uşağın ürəyində bu bütöv bir dünyadır. Bir uşağın ayağı ilk dəfə topa toxunanda əslində onun arzuları hərəkət etməyə başlayır. O uşaq meydançada sadəcə qaçmır, anasının üzündə təbəssüm görməyə qaçır. Bir gün səninlə qürur duyuram sözünü eşitmək üçün qaçır. Turbinada oturan ana bəzən heç bu oyunun hesabını bilmir. Amma öz balasının meydançada qaçdığını görəndə gözləri dolur. Çünki o ana bilir. Bir vaxtlar əlindən tutub yeriməyi öyrətdiyi uşaq bugün arzularının arxasınca qaçır. Ataların içində isə fırtına qopur. Çünki meydanda təkcə bir futbolçu görmür, öz soyadını daşıyan bir qürur görür. Və ən təsirli an bilirsiniz nədir? Qol vurmuş balaca bir uşağın sevinə-sevinə tribünaya baxması, gözləri ilə anasını, atasını axtarması, baxın, mən bacardım. Bu an tribünada gizlincə silinən göz yaşları var, sevincdən titrəyən əllər var, bir-birinə sarılan valideynlər var. Futbol təkcə top deyil, futbol bir ananın duasıdır. Bir atanın susaraq yaşadığı qürurdur. Bir uşağın mən bacardım deməsidir.